Salam, hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Bugün sizlər üçün kök inanc sistemindən gələn inanclarla bağlı danışacağıq. Bugün hər birimiz kök inancımızdan gələn duyğularla bəslənirik. İnancımıza yüklənən duyğular bizi bəlli zamandan sonra öz avuşuna almağa başlayır. Biz bugünkü gündə kök inanc səviyyəsində kök inanc duyğuları ilə həyatımızı idarə edir, həyatımızı yönləndirir və həyatımıza müsbət və ya mənfi tərəfindən dəyişikliklərə səbəb gətiririk. Kök inanc dedikdə biz ana bətnində olarkən dünyaya gəldiyimizdən 28 yaşımıza qədər davam edən inanclardan danışırıq. Bu inanclar bəzən hallarda bizim həyatımızda dəyişik duyğular, dəyişik frekanslar, dəyişik hisslərə səbəb olur. Bəzən hallarda biz deyirik, fərqli bir düşüncədə, fərqli bir cəmiyyətdə, fərqli bir istiqamətdə formalaşırıq və hər birimizin, məsələn, tutaq ki, öz ölkəmizin mədəniyyət sisteminin bir başqa ölkənin mədəniyyət sistemindəki kök inanc səviyyəsi başqadır. Məsələn, bizim qidalarımız, bizim yediyimiz heyvanlar, onların qidaları, onların yediyi heyvanlar arasında fərqindəlik var. Bu isə hər kəsin kök inanc səviyyəsindədir. Yox, ay mən bunu etmərəm, ay mən bu heyvanı kəsib yemərəm, ay mən bunu etmərəm deyə bəzi mədəniyyətləri qınayırıq. Amma biz anlayış tərzi göstərməliyik ki, bizim həyatımızdakı duyğularla kök inanc səviyyəsindən, onların həyat və duyğuları, kök inanc səviyyəsi fərqlidir. Biz bu günlərim nəyə inanırıq? Biz bu günlərim nələrdən qorxuruqsa, nəyə inanırıqsa, onunla formalaşıb, onunla yaşayırıq. Biz bu günlərin qorxduğumuz şeylər bizim həyatımızda əslində bəlkə də bizə aydınlanma verəcək duyğulardır. Biz nədən qorxuruqsa, biz nədən qorxuluruq, üzləşməkdən, çətinliklərdən qorxuruqsa, qorxularımızla üzləşməyi bacarmırıqsa, düşməyi və qalxmağı anlamırıqsa, hər bir problemi özümüzdə qloballaşdırırıqsa və problemlərin öhdəsindən gəlməyə inanmırıqsa, bu artıq bizim kök inanc səviyyəmizdən gələn duyğulardır. Çünki biz kök inanc səviyyəmizə görə hərəkət edirik. Kök inanc səviyyəsi bizə nə deyirsə, hansı yolu göstərirsə, biz o yolla hərəkət edirik. Kök inanc səviyyəmizi dəyişmək, kök inanc səviyyəmizi yaratmaq, kök inanc səviyyəmizi istiqamətləndirmək öz əlimizdədir. Biz bugün dəyişdiyimiz hər bir şey, cəmiyyət, duyğularımız, hisslərimiz bəlli bir zaman sonra istiqamətdə artıq bizim həyatımıza yol alır. Biz nəyi düşünməliyik, nəyi dəyişməliyik, özümüzə sual verməliyik. Hansı qorxularla üzləşməyə qorxuram? Hansı hisslərlə üzləşməyə qorxuram? Və o hisslər, o düşüncələr, o inanc səviyyəsi bizim həyatımızda yeni bir aura yaradacaqdır. Biz başa düşməliyik ki, öncəliklə bizim həyatımızda yol alan bütün duyğular, bizim həyatımızda yol alan bütün hisslər bizim inanc səviyyəmizə aiddir. Baxın, biz həyatımızda inandığımız hər bir şey bəlli bir zamandan sonra bizim həyatımıza yön alan duyğulardır. Bizim inandığımız hər bir hiss bizim bəlli bir zaman sonra yönələcəyimiz həyat xəttimizdir. Gəlin öncəliklə kök inanc səviyyəmizdəki olan qorxularımızla, nələrdən qorxuruq, nələrlə üzləşməkdən qorxuruqsa, öncəliklə onu təyin edək. Biz hansı kök inanc səviyyəsində nəyə inanırıqsa, onları təyin edək. Həyatımızda qəlblərimizi qırmağı bacaraq. Qəlb dedikdə insanın ürəyinin qırılması deyil, onu keçirilmiş qəlblərdir. Hansı ki, bu qəlblər bizim üzərimizdə sxema şəklində bizi sıxıb saxlayan qəlblərdir. Hər bir qorxumuzla üzləşdikcə o qəlbləri qırırıq. Hər bir qorxu ilə üzləşdikcə o frekansları üzərimizdən atırıq. Və bu da bəlli bir zaman sonra bizim kök inanc səviyyəmizi dəyişir və həyata baxış bucağımızı istiqamətləndirir. Bu isə həyatda ən gözəl bir duyğular yaradır insana və yenilənirsən. Dərindən nəfəs alırsan və həyatın bütün dəyişiklikləri, bütün yeniliklərini qəbul etmiş olursan. Burada isə artıq qorxularla üzləşməyə bacarmalısan. Müasir dövrdə hər birimiz artıq dəyişmə və dönüşmə mərhələsindəyik. Biz hər birimiz artıq əvvəlki kimi deyilik. Hər birimiz artıq aşırı fədakarlıqdan, aşırı istiqrardan, əsarət altında yaşamaqdan, çətinliklərdən çıxmış və dövr və zaman dəyişmiş bir istiqamətə yol alır insanlıq. Artıq hər kəsin azad düşüncəsi, hər kəsin azad fikirləri formalaşmağa başlayır. Bu isə bizim həyatımızda yeni bir inanc səviyyəsi yaradır. İnanc səviyyəmizi qaldırır. Kök inanc səviyyəsi də bizə yüklənən negativ inancları, dəyişdirmək lazım olan duyğuları, dəyişməyə məcbur buraxan hissləri yaradır. Kök inanc səviyyəsi bizim həyatımızda öncəliklə bizim inanc sistemimizi dəyişir. Bu günlərim
Müəyyən bir zaman ərzində hər kəsin əlinə pul gələndə öncəliklə yatırım etmək, öncəliklə pulu yığmaq, saxlamaq və eyni zamanda o pulların hansısa bir istiqamətdə yönləndirməyi düşünür. Amma biz məsələn burada gələn maddiyyatın, gələn uğurları daha böyük uğurlara çöndərmək üçün yatırım etməkdən, iş qurmaqdan çəkinirik. Çünki bizim kök inanc səviyyəmizdə sadəcə o işin uğursuz olacağına inanır. Bizim kök inanc səviyyəmiz o işin yaxşı nəticələnməyəcəyinə inandığı üçün qabaqcadan öngörülər etməyə başlayırıq. Bu öngörülər bəlli bir zamandan sonraki istiqamətdə bizim həyatımıza mənfi təsirlər etməyə başlayır. Niyə görə biz ancaq kök inanc səviyyəsində hərəkət etməliyik? Niyə dəyişməyə, niyə yenilənməyə, niyə hazır olmamağa, niyə həyatımızda nəyisə dəyişməyə inanmırıq? İlk öncə biz onu aydınlaşdırmaq ki, biz özümüzə inanmırıq. Yəni, inanc səviyyəmizdə inanmırıq. Birinci bundan başlamalıyıq. Biz əslində risk etməyi bacaran və hər bir riskində həyatımızda baxsanız, hər birimizin həyatında mütləq şəkildə bir risk olmuşdur. Hər bir riskimizdə də bəlli bir uğura çatmışıq. Yeni qərarlar insana hər zaman uğur gətirir. Bu inanc sistemi sənin özündən asılıdır. Bu inanc sistemi topluma aid deyil. Kollektiv şura aid deyil. Bu sənin özünə aiddir. Öncəliklə özünü dəyiş ki, ətrafın dəyişsin. Özünü dəyiş ki, cəmiyyəti dəyişdirə biləsən. Yaxşı dərəcədə cəmiyyəti dəyişmək, cəmiyyəti yeniləmək, münaqişə, davadalaş, uçurumlarla deyil. Ağıllı fikirlər və ağıllı düşüncələrlə başlayır. Bizim ağıl və düşüncəmiz bizə boşuna verilmədi. Bizim ağıl və düşüncəmiz bizim gələcək həyatımızı formalaşdırmaq, dəyişdirmək üçün verildi. Niyə görə biz öz ağlımızı yanlış şeylərə yönləndirməliyik? Niyə görə biz öz ağlımızı gözəl hisslər və gözəl duyğularla idarə etməməliyik? Öncəliklə bunu baxmaq lazımdır. Həyatımızdakı negativliyə baxaq, özümüzə güzgü olmağa bacaraq. Bəlkə də onda anlayacağıq ki, əslində bugünə qədər həyatımızda yaşanan hər bir şey bizə yüklənmiş inanclardır, çiynimizə daşıdığımız yüklərdir. Gəlin birlikdə o yükləri kənara qoymağı bacaraq. İlk öncə özünüzə sual verin. Bugünə qədər inandıqlarım məni hara apardı? Bugünə qədər üzləşə bilmədiyim, qaçdığım qorxular mənə nəyi qazandırdı? Ən başlıca bunlara sual verin özünüzə. Və bəlli bir zaman sonra cavabları da özünüz rahat şəkildə tapmağa başlayacaqsınız. Hər şeydən vacib insanın düşüncələrinin dəyişməsidir. Düşüncələr səni yüksəlişə və uğura doğru aparmağa bacarmalıdır. Dəyişikliklər səni geriyə salmamalıdır. Cəmiyyətdən uzaqlaşdırmamalıdır. Bugün hər birimizin həyatımızda birinə problem yaratmağı özümüzə borc bilmiş. Birinin həyatında bir problem yaransın, ona baxıb sevinməyi öyrənmiş bir düşüncəyə sahibik. Niyə görə o düşüncələrimizi yalnız həqiqət uğrunda, gözəl bir duyğular, gözəl bir hisslərlə düşünməyə bacarmırıq? Niyə görə elə düşünürük ki, birinin həyatında uğursuzluq olanda bu yaxşı bir ambiyansdır, bu yaxşı bir nüansdır? Hər şeydən vacib bunları düşünün. Həyatda elə bir ideal obraz yaradın ki özünüzə, kiminsə həyatına və kiminsə hisslərlə oynamayın. Bu, insanın həyatda alacağı ən böyük karmadır. Karma deyirik. Karma nədir? Karma sənin etdiyin günahların gələcək həyatda sənin qarşına, sənə dərs vermək üçün çıxdığı bir ambiyansdır. Karma budur. Karma yalnız xəritələrdə və yaxud da ki, təlimlərdə deyilən karmik öhdəliklərin budur, karmaların budur dedikdə bunu nəzərə gətirmir ki, sən bunu mütləq şəkildə etməlisən və yaxud da ki, mütləq şəkildə dəyişməlisən. Etdiyinin fərqinə varmalısın. Biz bugün nə etsək, öncə onun fərqinə vara bilməsək, həyatda heç nəyə nail ola bilmərik. Öncə etdiyimizin fərqinə varmağı bacarmalıyıq. Öncə etdiyimizin nə olduğunu anlasaq, niyə görə bunu etdiyimizi anlasaq, anlayıb başa düşəcəyik ki, əslində etdiyimiz çox şeylər əslində bizi də heç o qədər uğur aparmayıb, bizi də o qədər uğur nəticələndirməyib, bizi də o qədər şanslı bir vəziyyətə salmayıb. Deməli ki, biz bugünə qədər etdiklərimizi dəyişməliyik. Bugünə qədər etdiyimizi yeniləməliyik və bundan sonra həyatımız dəyişəcək. Gəlin birlikdə özümüz öz həyatımızı yaxşı şəkildə dəyişməyə bacaraq.